Tovuz rayonunun Əhmədabad kəndində dəm qazından zəhərlənmə hadisəsi baş verib. Nəticədə kənd sakinləri 71 yaşlı Sabir Həsənov, 37 yaşlı Elçin Həsənov, 66 yaşlı Gözəl İbrahimova və 71 yaşlı Almaz Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Zərər çəkənlərə dərhal tibbi yardım göstərilib. Onların vəziyyətinin stabil olduğu bildirilir. Dəm qazı zəhərlənməsi şübhəsi ilə 4 nəfər, ikisi qadın, ikisi kişi olmaqla Tovuz rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib. Pasientlərin hər birinə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, zəhərlənən şəxslərdən Sabir Həsənov və Almaz Həsənova Bakı şəhərindən Tovuza yas məclisində iştirak etmək üçün gəliblər. Gecə saatlarında evi isitmək üçün qaz sobasını yandırıblar. Nəticədə məlum hadisə baş verib. Faktla bağlı araşdırma aparılır.